Luka 5-ci fəsil. İlk şagirdlər. Bir gün İsa Ginesar gölünün sahilində dayanmışdı. İzdiham İsa'nı dövrəyə almışdı və Allahın kəlamına qulaq asırdı. İsa göl kənarında duran 2 qayıq gördü. Balıqçılarsa qayıqdan çıxıb torlarını yuyurdular. İsa 2 qayıqdan birinə, Şimonun qayığına minib, onu gölün kənarından biraz uzaqlaşdırmasını xahiş elədi. Sonra İsa oturdu və qayıqdan izdihama təlim öyrətməyə başladı. O, sözünü qurtaranda Şimona dedi, qayığı dərinliyə aparın və torlarınızı balıq tutmaq üçün suya atın. Şimon cavab verdi. Ustad, biz bütün gecə çalışdıq, lakin heç nə tuta bilmədik. Amma sənin sözünə görə yenə də torları ataram. Bunu elədilər və o qədər balıq tutdular ki, hətta torları cırılmağa başladı. O biri qayıqdakı yoldaşlarına da işarə elədilər ki, gəlib kömək eləsinlər. Onlar gəlib hər iki qayığı balıqla doldurdular. Qayıqlar batmağa başladı. Şimon Peter bunu gördükdə İsa'nın ayaqlarına düşdü və belə dedi. Ya Rəbb, məndən uzaqlaş. Axı mən günahkar bir adamam. Çünki özü də, yanındakılar da tutduqları balıqların çoxluğuna görə heyrətə düşmüşdülər. Şimonla ortaq olan Yaqub və Yəhya adlı Zavday oğulları da eyni hisslər keçirirdilər. Amma İsa Şimona belə dedi. Qorxma, bundan belə balıq əvəzinə adam tutacaqsan. Onlar qayıqları göl kənarına çıxarıb, hər şeyi atdılar və İsa'nın ardınca getdilər. İsa cüzamlıya şəfa verir. Bir gün İsa şəhərlərin birində olarkən bütün bədəni cüzama tutulmuş bir kişi ilə rastlaşdı. Bu adam İsa'nı görüb üzüstə yerə qapanaraq yalvardı. Ya Rəbb, əgər istəsən məni pak eləyə bilərsən. İsa əlini uzadıb ona toxundu və dedi. İstəyirəm pak ol. Dərhal bu adam cüzamdan sağaldı. İsa ona tapşırdı ki, heç kəsə bir söz söyləməsin və dedi. Amma get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə sənin cüzamdan paklandığın üçün Musanın buyurduğuna əsasən təqdimlər apar. Amma indi İsa barəsində xəbər daha çox yayılırdı. Çoxlu cəmaat axışıb İsa'nın yanına gəlirdi ki, ona qulaq assın və xəstəliklərdən şəfa tapsın. Amma İsa kimsəsiz yerlərə çəkilib dua eləyirdi. İsa iflicə şəfa verir. Bir gün İsa təlim öyrədirdi. Qalileyanın və Yahudiyanın bütün kəndlərindən və Yerusəlimdən gələn fariseylər və qanun müəllimləri onun yanında oturmuşdular. Onda şəfa vermək üçün Rəbbin qüdrəti var idi. Bu vaxt bir neçə nəfər yataqda yatan bir iflici adamı gətirdi. Onlar bu adamı içəri gətirib İsa'nın önünə qoymağa çalışırdılar. Amma böyük izdihama görə iflici İsa'nın yanına gətirə bilmirdilər. Ona görə də evin damına çıxıb kirəmitləri söküb açdıqları yerdən xəstəni yatağı ilə birgə aşağı indirdilər və ortalığa, İsa'nın qarşısına qoydular. İsa onların imanını görüb dedi, dostum, günahların bağışlandı. İlahiyyatçılar və fariseylər belə düşünməyə başladılar. Küfür danışan bu adam kimdir ki? Tək Allahdan başqa günahları kim bağışlaya bilər? İsa onların nə fikirləşdiyini dərk eləyib cavab verdi. Niyə ürəyinizdə belə düşünürsünüz? Bax, hansı daha asandır? Günahların bağışlandı deməkmi, yoxsa qalx yeri demək? Lakin siz bilin ki, bəşər oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var və iflicə dedi. Sənə deyirəm, qalx yatağını götür, evinə get. O adam dərhal hamının qarşısında ayağa qalxdı, yatağını götürdü və Allahı izzətləndirərək evinə getdi. Hamı mat qaldı və Allahı izzətləndirib, böyük qorxu içində dedi. Bugün möcüzəli işlər gördük. Levi şagirdlərə qoşulur. Bundan sonra İsa bayıra çıxdı və vergi yığılan yerdə oturan Levi adlı vergi yığanı görüb ona dedi, ardımca gəl. O da durub hər şey atdı və İsa'nın ardınca getdi. Sonra Levi evində İsa'ya böyük bir qonaqlıq verdi. Onlarla birgə bir çox vergi yığan və başqa adamlar süfrəyə oturmuşdular. Fariseylərlə onların ilahiyyatçıları şikayət eləməyə başladılar. Onlar İsa'nın şagirdlərinə dedilər, niyə vergi yığanlar və günahkarlarla birgə yeyib içirsiniz? Amma İsa onlara belə cavab verdi. Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salihləri deyil, günahkarları tövbəyə çağırmaq üçün gəlmişəm. Oruc barəsindəki sual. Onlarsa İsa'ya dedilər, Yəhyanın şagirdləri tez-tez oruc tutub dua eləyir, fariseylərin şagirdləri də belə eləyirlər. Amma səninkilər yeyib içirlər.
İsa onlara cavab verdi. Bəy yanlarında olanda sağ dışı və sol dışı oruç tutmağa məcbur edə bilərsinizmi? Lakin bəyin onların arasından aparılacağı günlər gələcək və o zaman oruç tutacaqlar. İsa onlara bir məsəldə çəkdi. Heç kim təzə paltardan bir parça qoparıb köhnə paltara yamaq vurmaz. Yoxsa təzə paltar həm cırlar, həm də təzə paltardan qoparılan parça köhnə paltara yaraşmaz. Heç kim təzə şərabı köhnə tuluqlara doldurmaz. Yoxsa təzə şərab tuluqları partladar, həm şərab tökülər, həm də tuluqlar zay olar. Təzə şərab təzə tuluqlara doldurulmalıdır. Heç kim köhnə şərabı içdikdən sonra təzəsini istəməz. Çünki deyər, köhnəsi daha yaxşıdır.